Məncə super maçındır. Yəni nə qədər tez vaxt demək Peterburqa gedib Peterburqda hara gedir bu? Aha. Tez vaxt demədən Peterburqa gedirik və inşallah üçümüzü də boşaltdıqdan sonra Tartuda gedəcəyik. Oradan sonra bəlkə dostlar mənim belə bir fikrim var ki, yəni nədir onun adı? E, nədir? Yadımdan çıxdı dostlar. Hə, bir də axırda bəlkə vakası Daf qalerisinə getdim. Orada Daf qalerisi keşf etdim və salam. Yəni ilk bəs gələcək qaleri keşf edəcəm, sonra gələcəm. Bəlkə yəni Allah qorusun bir dənə də yük daşıdım. Özə gəlmiş şirkəti nəsə göstərim, qardaş yöneticisindən. Hamısı var, Tekirdağda qardaşım, hamısı tırlar doludur, yəni bu da mənim farkım. Hamısı doludur. Nə? Oyunu neçə gündən oynayıram, düzdür. Mən hilədən çet incəlik istəyirəm. İstəyənlər yükləyə bilər öz saytına. Bəlkə linki qoydum üşənməsəm. Yəni belə. Və tır 120 də sürüyor. Təbii ki, normal çünki mən həm dostlar bildiyiniz kimi də istifadə etdiyim prensip yumuşaqdır. Yumuşaq deyənə, yəni başa düşəndə pərdəlidir. Həm də ki, dostlar, tır özü də güclüdür də, yəni. Boş, özü boşluqla gedib burada yük götürməyə gedirik və tır da boşdur. Oğlum çok üzüldüm lan. Peterburqun küçələrini qazladıram. Ay sibil. Heç yaraşmadı amma sən. Yaraşmadı. Heç yaraşmadı bizə. Adımızı canımız lekələndi. Amma bu etməsə yaxşıdır. Və get. Şükür Allah, çətin dostlardan çıxdıq, amma nəysə. Daf qaz keşfimi dostlar. Bir dənə Rusiyada kəşf etmişəm. 3-4 ay əvvəl çəkmişəm, 5 ay əvvəl çəkmişəm də. Orada da Nvidia ilə dostlar çəkdiyim üçün bəlkə bilənlər bilər. Video yaxşı amma çətindir dostlar, birləşmə çətindir videolar. Mən də məsələn Allaha şükür OBS-ni çox da öyrənmişəm, OBS video çəkirəm. Yəni nə edirsə dostlar OBS deyə. Sadəcə OBS dostlar yəni istəyirsinizsə yaxşı olsun deyə. Açıqlamalarıma verdiyim linki, daha doğrusu promptu dostlar, kim OBS varsa, kompüteriniz varsa, Gemini ata bilərsiniz. Amma təbii ki öz göstəricilərinizə görə. Ben gəlin burada kimi götüreyim. Çox danışdım. Tartu 5 tonluq. Tipi ekipman. Yəni bu o bir də tırı bir dənə bağlı yola görə şey eləmək biraz qəribə gəlir amma eyb yox. Mən bilmirəm bunu harda şey edeyim axı. Ya sıfır kamerasından bakayım sıfır. Oradaymış. Özü burada baxsa hala baxsa dostlar burada Xadin tırlar diye valla ben ki burada şeydi. Xadin yok deyir ki. İndi yüklənsin bu. Hə deməli ağında yəni şey təzdən. Yükü vurduq. İndi kəsin gedirik o bir tərəfə. Eğer ertesi iki videoların gelmesi istiyorsa like abone olmayı unutmayın. Yəni daha da yaxşı şeylərə gedək. Çünki o bir əziyyət verən videolara, o da yaxşı 1080p eləyəm amma yəni baxan yoxdur. Nəysə çox söhbət uzatmayım. Yallah. Dön. Qırmızı şübhəniz vecməni çünki bağlamışam hər şeyi. Cərimə gəlsin pulum var. 57.000 də olsa var o. Ay. Gəlmiş ki oyunda kayd edeyim. Təzəvvüzə aparatı yükümüz olsa 5 tonlu yəni o da ağırdır. Ona görə seçdim də Tartu yəni yaxşı yük varsa bunu apardım. Orada bir geçen Daf qalerisinə gedib onu keşf edərik inşallah. Dostlar tırın və nələrdə dostlar həm də ki dostlar tırı bəyəndinizmi? Gəlmişkən bax burada çəkəcəkdim. Bəyənənlər bir like atsın. Bu gözəlliyə var, gözəllik. Oy da. Elə bir şey çəkdim amma xoşuma gəldi. Düz bunlar niyə açdım sözünü də bilmirəm, nə bilim. Orada baxdım, preboard'a baxdım ona görə.
Və belə. Yəni yolculuğum dostlar çox səssiz gedir, amma çox maraqlıdır ki. Mən mouse oynayıram, düz Counter mouse bilənlər bilər. Burasından inşallah gələcəkdə sükana keçmə fikrim var. Logitech G29-a keçmə fikrim var. Hoppa. Bundan sonra bir dənə ETS2 videosu atdım. Yəni təzədən həmin 2 Volvo-yla. Yəni like atıb abunə olmağı unutmayasınız. Çünki mənim nə yalan yoxdur. Qlobal atan videolardan biri ETS2-dir. Özüm də çox sevirəm bu ETS-ni. Yəni bəlkə sevənləriniz vardır. O sakit yol getmək, o yəni falan filan dəhşət yəni. Oy. Peterburqun yolundan olmaz Allah haqqı, çox qəşəngdir. Yəni bu yola pisləyən, yəni özünü tanımır. Hə, Arbido kayta baxıram deyə biraz donmalı olmur. Siz kayta baxıram deyə idarə edə bilmirəm. Oyun yakalama çıxdı deyim, məndə lap rahat da oyun yakalamalı eləmək. Döndür. Oy, çox şey çıxmır xətdən belə maraqlı qalsın. Kaç. Bu traba. O. Scania, ya Renault ya Scania'ydı. O, baxın Renault-ydu. Bir yəni şəkil çəkək. Sonra köçürəcəm bunları öz telefonuma ya kompüterimdə alacaq. Yalan olmasın, çox bəyəndim bu şəkilləri. Babat gedir bu dəqiqə, yəni bizdən yaxşı yoxdur. Qaç, get. Qaç nə deyim. Çox süpür gedirəm mən şəxsən tırım. Get. Burada şimdi Epic Later qəşəng şey qoymaq olar. Axıdım yoxdur amma. CapCut da sağ ol, çox çətindir. Bunu mən niyə olmaya çıxdılar axı? Bir yüksək aparacaqdır, elə cama çıxmayan qalmadı yolumuza. Estonya'ya gedirəm, Estonya, La Pasolesnol. Zarafa 5 ton yük var arxamızda, 5 ton. Tıp ekipmanım çox rahat daşıyırıq, valla. Çox rahatdır şəxsən. Tır özü də amma deyirəm də, yəni tır özü ölçüsü var. Bir də görə bilmirəm, yəni yapışdırardım mən buna. Dəqiqə, çox üzr istəyirəm. Hə. Dostlar, bir tırın gücüsünə baxın. Görənlər görür ki, nəşəmə tırı liniyada tuturam. Xəttə bax. Oy, lətdir, valla. Güzgünə buna baxmaq. Allah. Sürmürsən səs. Gecələriyə bizi. Yallah, hoppa ya. Çıxdıq ora. O bir də tırda sürücü maşın ikiz eləyib, valla. Şa. Get. Tırı sür. Oy, əladır ya. Rusiyanın kəndlərindən olmadı, çox zor eləyib adamlar. Ancaq valla deyirəm, amma mən bu şəxsən çox olmuşam bu oyunda Rusiyadayım. Ancaq burada ağaclar da yolun çoxu. Kəndlər, ağaclar falan filan zordur da yəni. Bəlkə Azərbaycan xəritəsi, Go to Qafqaz, yox, Qafqaz xəritəsi yüklədim, Azərbaycan, Gürcüstan falan filan. Yəni o daha maraqlı olacaq. Rusiyadan Azərbaycana, Dağıstan tərəflərdə işləyər, lap qəşəng olar. Qaç. Oba, çox bəkədir, ləzzət eləyir bunu sürüşüm. Bas qaza.
Ne kadar tez ças... Oy oy oy. Üşü biraz yavaşlamalıyım ben burada. Sohbət gedirəm mən biraz. Amma ev yox, bassam. Əgər bassaq bir o da yaxşı. Bir dəqiqə. Dostlar, təzədən yeni davam edirik. Düzbüsər yağışa, burada pis yaxanlıq yağışa. Ay da iş. Yani burada aşmayaq. Şey dostlar, indi həll etdim şükür Allah, rahat. Mən bu ses xoşum gəlmədi. 14. Düz yağış getdi amma ev yox. Belədir mana. Ən yaxşı valla günəşli havada getməkdir bu yollara. Saat 14'dür. Günorta. Signal məncə valla dəyişdirmək istəyirəm əslində baxsan. Nə bilim. Çox danışacaq bir şey yoxdur valla. Ertəsi ki adi bizim bildiyimiz uzun yol söhbətidir. Yəni sadəcə at kafaya dinlə. Biz nə bilim istədiyinizə dostlar video çəkmirəm. Çünki görürəm ki etkiləşim yoxdur. Mən də biz gələcəm bir gün ertəsi gəlim və ertəsi çəkməyə başlayayım. Sağla. Şah. Abi 1256 litrəm var. Hələ gedəcək. Pol bak var demək olar ki. Hələ də qalıb buradan nəsə təmizlə. Sür yala. Liltası levam satına deyə 540 550 60 qaldıracaq motor daha yaxşı olardı. Karovkası da sağlamdır özdə. Söz aizi bir dərs üzü hə səhərə çatdıq. Evraklarını kontrol eləsin. Haydi yalla Rusiyadan gəlirəm. Qaliba pulum yoxdur. Kömək eləyin. Siz də mənim bir qardaşlarım kömək eləyin. Çox sağ. Sağ belə. Gedək. Dost Azərbaycan xərci bir də yükləmişəm. Bu gördük ki, alınmır. Oyunla çox pis kastır. Bəlkə inşallah gələn baxdım valla. Xərtdən nə olsa, nə basım olsa yükləmək istəyirəm. Maraqlı olurdu Azərbaycan Bakıdan Lənkərana, oradan Astaraya, oradan bəlkə nə bilim Gəncə falan belə Azərbaycan xəritəsi. Oradan bəlkə Gürcüstana, Tiflis, Müflisə, əla xəritə modları yəni var. Modlara yükləyib oynayarıq şəxsən. Nəysə. Çıxdığı yerə bax hə. Bir dənə də Herman Kalesi. Aha, əla. Şəkillər məncə super. Şəkillər 10 numara oldu məncə. Axmağın yoluna çıxmağımızı bax hə. Zəhləm gedir əllərimdən. Nəysə mən sürüm valla onlara çox kafayı taxmıyor mənə yaxşısı. Sözü biraz azaldı. Vay burada niye devam etti dayandı? Bunlar niye bir yavaşlayırlar yani qaza görən kimi? Vallahi bilmirəm. Çox sıxıntı gəlir ki, Azərbaycan xəritəsini istəyirəm.
Əgər dostlarımıza xəttəsiz like atı, abunə olmağı unutmayın. Yoruma yazın ki, Azərbaycan xəttəsiz istəyirik. Bir etkiləşimimiz gəlsin bizim məcmusa. Biz bilməmiz videonun hype da atmaq zat da olmur. Eyvallah. Oy, sakitçiliyə bax. Kənd deyirəm qardaşım sənə. Kənd. Tam mı evin yanına qaralan ki səndə? Oy. Allah mənə basıb mənə bir baxmıyor. Hətta adam şəkil çəkmək istəyir. Təqdir etmək istəyir. Gözəlliyə bax, hə, gözəllik. Всё. Söz qaz, polla qaz, polla qaz, polla qaz, polla qaz. Onu bağlansaydı bir dənə əsəbləşərdi. Əsas yolla oraydı. Bağlansa pis vəziyyətdə qalıb qaydı. Özümə saatına qədər sürəm ki 129 pis deyil, yəni sürük. 130'lar qaldıraq. Allah 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 Allah. Özü tent deyib, bu da prensip tenti var, bu da çox sürüşməli. Allahım Allahım. Çox çətindir. Sürüşür hər şeylə. Biraz da təkərin şey eləsəm, orada atdı getdi. Hoppa. Valla bu gol da çox zor deyə, öz fərqini qoyaraq da ləzzət edir kabinası da. Bas gaza. Çox yavaş getdim ha, çox saxladım o sürəti. Döndür, haydi yallah, haydi yallah. Sür. Video ayağına gelir bir dəqiqə. Mənim avtostoplar yola 30-cu ilə amma sürmürlər. Onlar söymək istəyirlər. Burası YouTube telif haqqı. Yəni özüm sansürləyə bilmirəm. Deyəməz bir şey. Heç bir şey deyəməm buraya. Prenses satlar elə bir. Yolla keçdim ki ayağa. Amma aşma da. Aşma. Əsas tartın kəşf vəssalam. İndi qaldı su boşaltmaq. Oradan sonra inşallah başa düşdünüz, yəni Dafın qalerisinə getmək. Dostlar, indi az qalıb, başdı 20 kilometr. Əsas tartın içindəyik. 5 yol üstü Dafın qalerisinə də gəzdim. Yəni baxdıq. Amma vurma yardı da heç masa. Az önce trace bir şey olmur baxın. Az önce trace'lərdən almış, çünki no damage modu var. Yəni yükləmək istəyənlər yükləsin. Tamam, Allah. Süper. Motor çox boğulur. 20 km ilə tutarmadı. 5 kilometre qalıb. Ay Allah.
Drift attık ha. Drift attık düz oluyordur ama evi yok. Oha, burada güclənirlər, nə oldu da? Aha, daf qalərisi, bir dənə dafa da yanımızda ki, hə, yanımızdadır. Daf çəkicisi, hə, keş getdi ora şükür. Adi verdim getdi. Nədən gecikdim mən? Adamı əsəb eləyərlər. Aha, boş yer var dostlar, gəlmişim bu boş yerdə fark eləyim. What the olmadı. Gelmişim ya bana Ctrl Alt F9'la fark eləyək. Anladım dostlar, indi anladım. Dım. Ctrl F9. Məncə pis deyil bu səvətki. Amma yenə də yaxşı saxlamaq olar. Özü məncə bu səfər əladır. Всё. Qurtardı, get. Aha, Volvo özünə gəldi. Və dostlar, bugünkü videomuzda bu qədər. Sağ olun, görüşənədək.